Bu barədə nə deyə bilərəm? Mən evdar qadınam, evdə otururam, məsəl üçün də. Ya Əlmanını eşitmişəm. İndi mübarizə aparmaq lazımdır da hər şeyə qarşı. Mən belə şeylərə inanmıram. Kalbasa, bunlar hamısı yoxlanılır, satışa buraxılır. Mən inanmıram belə şeylərə. Alıb da yeyirik, ləzzətli də olur, hər şey də yaxşı olur. Vallahi hələ şey mən eşitməmişəm. Çünki dönərə də çox meylim yoxdur. Bir dənə qızım var. Bir dənə o görsən arada yeyir dönər. Ancaq başqa şey mən eşitməmişəm. Çünki sadəcə kəndlərdə eşək tapılmır. Necə onu kəsib dönərə verə bilərlər? O yalan şeydir. Hər dəfə getdi, bildiyi yerdə ət alır da. Gedib ondan bundan ət almırlar axı. Gedib hansısa bir eyni yerdən illərcə, aylarca alırlar. Amma dönərxanaya inanaram. Çünki sanepidemstansiya işləmir. O ətlər sertifikatsızdır. Heç bir yerdə yoxlanış yoxdur ki, o nədən düzəlilir, necə, nə qaydalarla, sanitar, epidemiolog qaydalar. Mən özüm medsistrayam. Əlbəttə ki, belə şeylərə biz fikir veririk də. Bizim cəmaat ümumiyyətcə öyrəşib ki, küçələrdə yemək, uşaqları yedizdirmək. Yəni mənim uşaqlarım indiyə qədər bilmir dönər nə deməkdir. Çünki belə şeylərə pis yanaşıram. Satırlar ət yerinə yox. Dönərxana, restoranlar, hansısa belə ucuzvari kafelar, yol üstü, sonra məsələn avtovağzallarda orada inanarım ki, belə şey olar. Haydi deyirsiniz ki, orada başqa ətlər olur, o boş söhbətdir. Yanlış məlumatdamsa. Onu kimsə də deyir, bəlkə də o şayədə buraxırlar ki, nəsə bu vəzifələrə zada görə bu boş söhbətdir. Qoymurlar ki, vəzifələr öz bildiyini eləsinlər, qoymurlar axı. Yox, mən vegetariankayam, yemirəm ət, nə də ki dönər almıram, nə də heç kimə məsləhət görmürəm. Sözün doğrusu bu. Eşşəklər yəqin ki, xaricə təhsil almağa gediblər. Yaxşı oxuyub, orada əlaçı diplom alıb gələcəklər. Ondan sonra onlardan düzəldilən kalbasa daha keyfiyyətli olacaq. Yəni, super növ olacaq. Ümumiyyətlə mən kalbasa yemirəm. Mənim nəvələrim, uşaqlarım, onlar da çox az nadir halda üstə inanırıq ki, yazılıb halal kalbasa, inanırıq. Nə xeyir dua var, hamısı onun yiyəsinə gedir, nə pis söyüşlər var, hamısı da onun gedir. Əgər həqiqətən elə istifadə edirsə, ümumiyyətlə insanlar nəfslərinə qalib gələ bilsələr, insanlar mənəviyyatı maddiyyatdan üstün tuta bilsələr, belə hadisələr baş verməz. Bu bir, ikincisi də baytarlıq var, sanitariya var, müxtəlif bizdə qurumlar var ki, bu işlə bilavasitə gecə-gündüz məşğul olmalıdırlar. Keyfiyyəti bir yana qiyməti, bir yanda 3 manat, o yanda 8 manat. Yəni bunu standartlaşdırma idarəsi var. O da bununla məşğul olmalıdır ki, insanların güzaranı üçün hər bir iş görülməlidir, öz mənfəətləri üçün yox. Və əgər elə insanlar varsa, həqiqətən onlar nə Azərbaycanlıdır, nə türkdür, heç bir millətə uyğun deyil. Çünki onlar alçaqdılar. Mən elə şey qəbul eləmirəm. Belə baxanda uzunqulaq da Allahın yaratdığı bir canlıdır, bir heyvandır. Təbii ki, mən ətini yeməmişəm. İndi müəyyən İndoneziya və başqa ölkələr var ki, orada tarakan da yeyirlər, nə bilim, yarasa da yeyirlər, tısbağa da yeyirlər, hər şey yeyirlər. Onların orqanizmi və özləri buna artıq adaptasiya olunub, uyğunlaşıblar. Bizim cəmaatımız dədə-babadan qoyun, quzu, mal, qara, belə də. Yəni, Qazaxstanda da at əti yeyirlər, nə olsun? Yəni, keyfiyyətli kalbasa olur. Yeyirlər, deyirlər faydalıdır. Ayı əti, nə bilim, faydalıdır. Canavar əti faydalıdır. Amma hər halda bu gözəl gözləri olsa da bu heyvanın adı bitərdir. Yəni, dadı da yəqin ki, o cür olmaz. İnsanlara belə şey eləyib, bəzən də sabotaj eləyirlər. Bu məlumatı yayırlar ki, heç kəs kalbasa almasın. Müəyyən qurumlar var, müəyyən bu işlə məşğul olan, yəni, adlarını bilmədiyimiz, özlərini tanımadığımız insanlar var. Amma ümumiyyətlə insanlar ehtiyatlı olun. Nəsə bir ərzaq alanda, ümumiyyətlə onun tarixinə də baxın mütləq. Harada düzəldilib, görürsən ki, bir yağ yazılıb 15 manat, o bir yazılıb 3 manat. Yaxı niyə? Bir sual verin özünüzə. Niyə 15 manatda bu 3 manat? Deməli, o yağın tərkibi çox şübhəlidir. Özünüzü, evladlarınızı zəhərləyirsiniz, sonra gərək nə qədər pul verib sağalasınız.